Birbaşa məlumat bazalarının ən dərin, amma ən vacib təməllərindən birinə data model dizaynına başvururuq. Təsəvvür edin ki, mükəmməl SQL kodları yazmısınız. Amma əgər təməl düzgün qurulmayıbsa, inanın mənə, bunun heç bir önəmi yoxdur. Gəlin cədvəllərimizin əsl onurğa sütunu olan primary key konsepsiyasını birlikdə kəşf edək. Belə bir sual verim. Sizcə, məlumat bazası insanları bir-birindən əslində necə fərqləndirir? Sisteminizdə 10 minlərlə, bəlkə də milyonlarla müştəri olduğunu düşünün. Real həyatda tamamilə eyni adı daşıyan onlarla, bəlkə yüzlərlə insan var, elə deyilmi? Biz insanlar kontekstdən fərqi necəsə asanlıqla hiss edirik, amma kompüter yox. Onun tam dəqiq və çox konkret qaydalara ehtiyacı var. Məsələn, gəlin sadəcə John A. Smith xaosunu götürək. Kompüter üçün eyni adın fərqli yazılışları sadəcə olaraq unikal mətnlərdir. Bəs bunlar əslində 4 fərqli insandır, yoxsa eyni müştərinin fərqli yazılış formaları? Xüsusi bir identifikator olmadan sistem bunu qətiyyən bilə bilməz. Nəticədə isə təkrarlanan, inanılmaz yavaş işləyən və tamamilə yanlış hesabatlar verən böyük bir xaos yaranır. Bax elə, məhz burada əsas qəhrəmanımız, yəni primary key dövrəyə girir. Bəs bu nədir? Sadə dildə desək, cədvəldəki hər bir sətri digərlərindən bir mənalı şəkildə fərqləndirən xüsusi bir sütundur. Onun cəmi 2, amma olduqca sərt qaydası var. Birincisi, o tamamilə unikal olmalıdır. İkincisi isə heç vaxt, amma heç vaxt null, yəni boş ola bilməz. Bir sözlə, primary key məlumat bazasında nizam-intizamı qoruyan ən güclü vasitədir. Gəlin bunu məşhur Northwind məlumat bazasındakı müştərilər cədvəli üzərindən daha real şəkildə izah edim. Orada şirkət adları əvəzinə 5 hərfdən ibarət Customer ID adlı sütun primary key kimi təyin olunub. Soruşa bilərsiniz ki, niyə elə birbaşa şirkət adını seçməyiblər? Çünki əgər şirkət adı gələcəkdə dəyişsəydi, arxa fonda bütün əlaqəli cədvəlləri tək-tək yeniləməli olacaqdınız. Bu isə proqramçılar üçün əsl kabusdur. Buna görə də özündə xüsusi bir məna kəsb etməyən sadə açarlardan istifadə etmək hər zaman daha təhlükəsizdir. Unutmayın, şirkətin adı dəyişə bilər, amma primary key sabit qalmalıdır. Odur ki, həmişə yadda saxlamalı olduğumuz 3 qızıl qayda var. Birincisi, istisnasız hər bir cədvəldə mütləq bir primary key olmalıdır. İkincisi, açar kimi gələcəkdə dəyişmə ehtimalı olmayan, çox sadə və mənasız dəyərlər seçin. Üçüncüsü isə, əgər sadəcə şirkət adı və ya e-poçt kimi məlumatların təkrarlanmasının qarşısını almaq istəyirsinizsə, onlara primary key etməyin. Bunun əvəzinə həmin məlumatlar üçün sadəcə unikal indeks yaratmağınız tamamilə kifayətdir. Bilirsiniz, 16-cı əsrə aid belə bir məşhur İngilis atalar sözü var. Donuz qulağından ipək pul kisəsi düzəldə bilməzsiniz. Çox maraqlıdır ki, bu fikir məlumat bazaları üçün də tamamilə keçərlidir. Sizin SQL yazma bacarıqlarınız nə qədər fantastik olur olsun, əgər cədvəllərinizin düzgün data modeli və mükəmməl primary keyləri yoxdursa, inanın mənə, o kodlar heç bir işə yaramayacaq. İndi isə gedin və öz data modellərinizi bir daha yoxlayın.